Salam, hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər. Avropadan, Fransadan uca xalqım, uca millətim, Azərbaycan xalqını salamlayıram. Əziz həmvətənlər, regionumuzda vəziyyət olduqca ağırdır. Belə bir şəraitdə qərar qəbul etdim ki, video vasitəsilə, video müraciət vasitəsilə Azərbaycan xalqına müraciət edim. İsrail-İran münaqişəsi İsrail-İran müharibəsinə çevrilə bilər və bu müharibə qloballaşarsa Azərbaycanımız üçün də, Şimali Azərbaycan üçün də ağla gəlməz problemlər yaradar. Belə bir şəraitdə biz malik olduğumuz politologiya elminin əsaslarına əsasən fikirlərimizi sizlərə çatdırırıq. Qiymət vermək, dəyərləndirmək sizin ixtiyarınızdadır. Biz burada nə ittihamçı, nə də müdafiəçi rolunda çıxış edirik. Sadəcə olaraq hadisələrin tarixi, İsrail-İran müharibəsinin səbəbləri, baş vermə səbəbləri, nəticələri və Şimali Azərbaycana təsiri haqqında fikirlərimizi sizlərə çatdırıram. Mən Oktay Elturan olaraq, əziz həmvətənlər, 9 ildir Fransada yaşamama baxmayaraq, ürəyim Azərbaycanla döyüşür və regionumuzda olan bir vəziyyət, ağırlaşan vəziyyət məni ciddi narahat edir. Xaricdə yaşasaq da əzizlərimiz Azərbaycandadır. Bildiyiniz kimi 2025-ci il 13 iyun səhər saatlarında İsrail İranın bütün nüvə obyektlərinə, hərbi obyektlərinə sarsıcı zərbələr vurmuşdur. Bu əməliyyat çox dəqiqliklə işlənmişdir. Yəni 200-dən yuxarı qırıcı təyyarə, o cümlədən pilotsuz uçuş aparatları İranın bütün hərbi obyektlərin və nüvə obyektlərinə sarsıdıcı, ölümcül zərbələr vurmuşdur. Lakin bununla yanaşı, İsrailin sərras atəşləri nəticəsində İranın, deməli, İslam İnqilabı Keşişçilərinin korpusunun rəhbəri Hüseyin Salami, o cümlədən İran Müdafiə Nazirliyinin deməli, baş qərargah rəisi Məhəmməd Baqiri ilə yanaşı İranın atom nüvə sahəsində yüksək səviyyəli mütəxəssisləri də yatdığı yerdə, evində raket zərbələri ilə məhv edilmişdir. Çox təəssüflə qeyd edirik ki, bu raket zərbələri o cümlədən Təbrizə, İsfahana və digər Azərbaycanlılar yaşayan bölgədə olan hərbi strukturlara da vurulma nəticəsində çoxsaylı insan itkiləri var. Əziz həmvətənlər, izin verin bu müharibənin başlanma tarixi, səbəbləri və mümkün olan problemlər gətirəcək Azərbaycan üçün də öz fikirlərimi sizinlə bölüşüm. Əslində İran-İsrail münaqişəsinin tarixi çox əvvələ gedir. Yəni İran özünü nüvə dövləti hesab etmək istəyir. Bunun üçün də uranın zənginləşdirilməsi sahəsində çox mühüm addımlar atırdır. Əslində 1995-ci ildə beynəlxalq sammitdə 170-dən çox dövlət nüvə silahı olan dövlət olmama haqqında müqaviləyə uzun müddətli imza atmışdır. Lakin 2006-cı ildə İran dövləti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rəsmi müraciət edərək bu nüvə dövləti olmamaq, iştirakçısı olmamaq dövlətləri sahəsindən çıxmaq haqqında rəsmi müraciət etmiş və beynəlxalq aləmi nüvə silahına malik olmaq və təhdid etməyə başlayırdı. Əslində bu 2025-ci ildə vurulan İrana raket zərbələri 21-ci ildə vurulacaqdı. Mən bu hadisələri çox diqqətlə izləyirəm. Yəni 2021-ci il noyabrın 30-da Avstriyanın paytaxtı Viyana şəhərində NATO'nun aparıcı dövlətlərinin sammiti keçirilir və bu sammitdə qərar qəbul edirlər ki, əgərlərim 2022-ci il fevral ayına qədər İran, yəni MAGATE Beynəlxalq Atom Enerjisi Təşkilatıdır ki, nüvə silahının yayılmaması, nüvənin yayılmasına nəzarət edən beynəlxalq təşkilatdır. Bu təşkilatın əməkdaşlarının İran nüvə obyektlərinə buraxmasa,
İranın nüvə obyektlərinə sarsıdıcı zərbələr endiriləcək. Vaxt üçündə fevral ayını müəyyən etmişlər. Lakin 2022-ci il yanvarın 24-də qanlı Rus imperiyanın Ukraynanı işğal etmək məqsədi ilə Ukraynaya qarşı müharibə başlaması İrana vurulacaq raket zərbələrinin qarşısını bir qədər ləngitdi. Lakin İran öz çirkin niyyətlərindən əl çəkmirdi. Qeyd etdi ki, NATO sammitində qeyd edilmişdir ki, İran deməli uranın zənginləşdirilməsi sahəsində 60% nailiyyət əldə edib. Bunu dünyanın aparıcı ölkələrin kəşfiyyatı da müəyyən etmişdir. Əgər uranın zənginləşdirilməsi sayəsində İran 90%-ə nail olsa, artıq İran özünü dünyada atom ölkəsi, atom silahına malik bir, nüvə silahına malik olan bir dövlət elan edəcəkdir. Və İran heç vaxt İsrailə qarşı xislətini gizlətmir və İranda keçirilən bütün bayram paradlarında raketlərin üzərinə Tuze, Tel Aviv, yəni bütün raketlər Tel Avivə tuşlanıb şüarı altında nümayişlər keçirirdilər. İsrail də dəfələrlə bildirmişdir ki, baxmayaraq ki, NATO dövlətlərinin köməyi olmasa da İranın nüvə obyektləri bombardman ediləcəkdir. Bu münaqişə artıq belə deyək də çərçivədən çıxıb, artıq bu İsrail-İran münaqişəsi deyil, bu münaqişə belə deyək də daha da qloballaşa bilər. Qeyd edim ki, əziz həmvətənlər, bu İranla aparılan bütün danışıqlar heç bir nəticə vermədi. Yəni dünyanın aparıcı dövlətləri, başda Amerika olmaqla, İranla 5 dəfə deməli uranın zənginləşdirilməsini dayandırın haqqında İranla deməli müəyyən razılıq əldə edə bilməmiş. 6-cı görüş isə bu günlərdə keçirilməli idi ki, İsrail də bunu gözləmədi və dedi ki, əgərlərin biz günü-günə satsaq, İran artıq nüvə dövləti olmağın bir addımlığındadır. Dünyanın aparıcı ölkələri İrana nə vəd edirdi? İrana vəd edirdi ki, əgərlərim siz uranın zənginləşdirməsini dayandırsanız, bilirsiniz ki, əziz həmvətənlər, İran dünyanın ən böyük neft və qaz yataqlarına malik olan ölkəsidir. Eyni zamanda İranın bu nüvə dövləti olmaq xislətindən əl çəkməməsi nəticəsində İrana qarşı 40 ildir ki, beynəlxalq sanksiyalar tətbiq edilmişdir. İran neft və qazını dünya bazarına çıxara bilmədiyi üçün iqtisadi sahədə böyük çətinliklərlə üzləşmiş, insanların həyat səviyyəsi getdikcə aşağı düşməyə başlamışdır. Beynəlxalq birlik İrana deyirdi, sən uranın zənginləşdirilməsini dayan, nüvə dövləti olma əvəzində siz İranın neft və qazını beynəlxalq bazara çıxarılmasına yardım edəcək və İranın büdcəsinə milyardlarla pul gələcək, İran iqtisadiyyatı çiçəklənəcək. Onunla yanaşı İranın xarici bankda dondurulmuş 60 milyarddan çox pulu tədricən İrana qaytarılacaq və İran iqtisadi inkişaf səviyyəsinə görə dünyanın aparıcı dövlətlərinə çevrilə bilər. Əziz həmvətənlər, hər bir dövlətin xarici və daxili siyasəti ölkə ərazisində yaşayan insanların həyatının faciəli və ya xoşbəxt olmasını müəyyən edən siyasət aparır. Mən şəxsən İranın xarici siyasətini tənqid edirəm və bunu qəbul edilməz hesab edirəm. Bir düşünün, İran bir dövlət, sənin nə qədər hərbi gücün var ki, dünyanın aparıcı dövləti, 31 NATO ölkəsi olmaqla, Amerika və dünyanın ən yüksək kəşfiyyat, elektron xidmətlərinə malik, dünyanın ən böyük, yüksək hərbi texnologiyasına malik İsrailə qarşı nə edə bilərsən? Lakin İran, əziz həmvətənlər, öz xislətindən əl çəkmir, yer üzündən Tel Avivi silmək və Amerikaya əlimiz çatmasa da, onun regionda olan müttəfiqlərini vuracaq deməsi göstərir ki, bu münaqişə bizim istəyimizdən asılı olmayaraq bu münaqişə regional müharibəyə çevrilə bilər. Və bu səbəbdən də, əziz həmvətənlər, malik olduğumuz politologiya elminin əsasları ilə xalqımızı maarifləndiririk ki, bu İran-İsrail münaqişəsi müharibəyə çevrilərsə, hansı fəlakətlər gətirə bilər və ana vətənimiz üçün hansı arzu olunmaz problemlər gətirər. 1. Əgər İsrail-İran münaqişəsi davam edərsə,
Yəni bu hadisələrin gedişi göstərir ki, bu davam edəcək. Çünki İsrailin baş naziri Benyamin Netanyahu bildirmişdir ki, raket zərbələri o vaxta qədər davam edəcək ki, İran uranın zənginləşdirilməsi planından əl çəkəcək, nüvə dövləti olmağından imtina edəcək. Amerikanın da mövqeyi belədir və ABŞ-ın prezidenti Donald Trump göstərmişdir ki, İsrailin İrana raket zərbələr endirilməsində, hava hücumunda Amerika iştirak etməyib və münaqişənin sülh yoluna çatmasını arzulayırıq və danışıqlarımızı davam etdirəcəyik. Lakin İran isə bunu təkzib edir. Bildirir ki, İsrailin İrana hücum etməsində Amerikanın da iştirakı olub və istər Amerikanın regionda olan müttəfiqləri, istərsə də İsrail ağır sarsıcı zərbələr alacaq. Və dünənlərim İran 100-dən çox İsrail səması istiqamətinə pilotsuz uçuş aparatları göndərilmiş, lakin Amerikanın okean sularında olan hərbi gəmilərindən atılan raketlər nəticəsində İranın bütün pilotsuz uçuş aparatları vurulmuşdur. Və onu da qeyd edim ki, əziz həmvətənlər, İsrail elə bir hərbi texnikaya malikdir ki, eyni zamanda İsrailə istiqamətində atılan 1000 pilotsuz uçuş aparatlarını və raketi zərərsizləşdirmək imkanına malikdir. Əziz həmvətənlər, ürək ağrısı ilə deyirəm, bu münaqişə regional, qlobal müharibəyə çevrilsə, hansı fəsadlar ola bilər? 1. Yəni İsrail gizlətmir, İranın bütün nüvə obyektlərin yerlə yeksan edəcək. İranla İsrail arasında 1500 kilometrdən çox məsafə var. Yəni bu nüvə obyektlərinin məhv edilməsi nəticəsində səmada radioaktiv şüalanmalar mümkündür və bu şüalanmalar arzu etmirik qonşu dövlətlərə və Azərbaycan arasına keçə bilər. Buna görə də biz İranın xarici siyasətini tənqid edirik və İrana dur deyirik. İkinci, əgər bu münaqişə müharibə nəticəsində qlobal müharibə başlasa, Cənubi Azərbaycandan çoxminlik qaçqınlar ordusu 100 minlərlə Azərbaycanlı Şimali Azərbaycana gələ bilər. Azərbaycanda olan ağır durumu daha da ağırlaşdırır. Belə bir şəraitdə bizim dövlət nə etməlidir? Hesab edirəm ki, bizim dövlət bu bütün bizə müttəfiq olan dövlətlərin kəşfiyyat orqanlarının məlumatlarını əldə etməklə yanaşı, Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək və eyni cümlədən Azərbaycan üçün arzu olunmaz hansı problemlər ola bilər, bu suala cavab tapmalı. Bu problemlərin həllini qabaqlayıcı tədbirlərlə ləğv edə bilər. Lakin bizim dövlət demokratik dövlət olmadığından, azad söz olmadığından bu məsələlər ictimaiyyətin müzakirəsinə verilmir və dövlətin hansı addımlar atacağı bizə məlum deyil. Amma biz arzu edirik və video müraciətlər vasitəsilə dövləti idarə edən şəxslərə deyirik ki, bu günlərim istər xalqın seçimindən, istər xalqın asılı olmayaraq ölkəni kim idarə edirsə, xalqın təhlükəsizlik təminatının bilavasitə məsuliyyəti ölkəni idarə edən şəxslərin üstündədir. Və hesab edirəm ki, dövlət mühüm addımlar atmalıdır. Atmasa da dövlət özü xalqla birlikdə ağır problemlər yaşaya bilər. Biz bu problemlərin yaşanmasını arzu etmirik. Əziz həmvətənlər, biz bu çıxışlarımızla regionumuzda baş verən proseslərə təsir edə bilmirik. Lakin biz xalqımızı hər vasitə ilə mənsub olduğumuz politologiya elminin əsasları ilə maarifləndiririk ki, dünyanın dörd bir tərəfinə, çörəkpulu tərəfi üçün səpələnmiş Azərbaycanlılar regionumuzda nələr baş verir və hansı faciələr ola bilər haqqında məlumatlı olsunlar və bilsinlər ki, regionumuzda və dünyada gedən proseslər Azərbaycana hansı faciələr və təsir gətirə bilər. Buna hamımız hazır olmalıyıq. Əziz həmvətənlər, yəni bu İranın məntiqi ilə götürsək ki, əgərlərim nüvə silahı sizdə var, bizdə niyə olmasın? Bu prinsip əslində dövlətin özünün məhv aparması deməkdir. Yəni bilirsiniz ki, dünyana nüvə silahına malik olan ən böyük dövlətlər
Amerika Birləşmiş Ştatlarıdır, Rusiyadır, İngiltərədir, Fransadır, Pakistandır və Hindistandır. İsraildə də yüksək, deməli, təxminən 300-ə qədər nüvə başlıqlı raketlər vardır. Təsəvvür edin ki, İranın məntiqi ilə götürsək, dünyanın bütün dövlətləri nüvə dövləti olmalıdır. İran rəhbərliyi anlamalıdır ki, sən bu siyasətinlə nə əldə edəcəksən, yel qayadan nə apara bilər, sən dünyanın aparıcı dövlətlərinə hansı hərbi güc göstərə bilərsən, artıq İsrail bir uçuş nəticəsində İranın hava hücumundan müdafiə sistemini məhv edib, İranın deməli hərbi generallarını məhv edib, İranın nüvə sahəsində nə qədər qorumaqlarından asılı olmayaraq mütəxəssisləri məhv edib. Əgər bu raket zərbələri davam edərsə, bir fikirləşin, İran dövlətinin axırı nə olacaq? Orada yaşayan çox minli soydaşlarımızın axırı nə olacaq? Bax, əziz həmvətənlər, bizi narahat edən bu məsələlərdir. Fikirlərimizi sizə çatdırdıq. Sizdən də xahiş edirik, əgər videonu bəyənirsinizsə, lütfən paylaşın və bütün soydaşlarımız bilsinlər regionumuzda baş verir. Çünki bu müraciət milli maraqlarımızın müdafiəsindən irəli gəlir və bizim video müraciətlərimiz davam edəcək. O vaxtda ki, bölgədə sülh olsun. Bölgəyə sülh arzulayırıq. Əziz həmvətənlər, Uca Allahın mərhəməti və nəzərləri xalqımızın və İranda yaşayan bütün xalqların üzərində olsun. Bölgədə tezliklə sülh olsun. Təşəkkür edirəm.